Bismillahirrahmanirrahim. İslam tarixində Peyğəmbərdən sonra Allahın salamı olsun ona və əhl-i beytinə ən acı və faciəli olan hadisələrdən biri Peyğəmbərin əziz qızı, bütün dünya və axirət xanımlarının ən üstünü xanım Fatimə-i Zəhra salamullah aleyhanın evinə hücum çəkilib, qapısı yandırılması, özünə işgəncə verilməsi, hətta bətnində olan körpə Möhsün əleyhissalam adlanan uşağın şəhid olması, sonda xanımın da aldığı işgəncələrdən yatağa düşüb, dünyasını dəyişib şəhid olmasıdır. Bu hadisə, yenə də deyirik, bizim müsəlmanların arasında ixtilafa və digər məzhəblərin şəxsiyyətlərinə, sahabələrə söyüş, təhqir, dava, dalaşa səbəb olmamalıdır. Amma tarixi həqiqətlər bəyan olsun deyə, bugün də suallar verilir deyə, hətta suallarda sanki haqlı tərəf haqsız çıxarılır deyə, məzlum, zalim kimi deyilir deyə, özümüzə borc bildik bu barədə olan şübhələrə cavab verək. Tarixi mənbələrdə bu hadisənin baş verməsində şək şübhə yoxdur. Əhl-i sünnə qardaşlarımızın etibarlı mənbələrində bu barədə danışılmışdır. Mən onların arasından bir neçəsini sizə diqqətinizə çatdırıram ki, biləsiniz ki, bu doğrudan da bizim mənbələrdə gəlmişdir və o cümlədən də Əhl-i sünnə qardaşlarımızın da kitablarında gəlmişdir. İbn-i Əbi Şeybə Əl-Müsənnəf kitabında, Bəlazəri Ənsabul Əşraf kitabında, Təbəri özünün tarix kitabında, Suyuti Müsnəd-i Fatimə kitabında, o cümlədən də digər kitablarda onların arasından Əl-İmamə və Siyasə İbn-i Qüteybə, Əqdül Fərid, o cümlədən də Mizanul İ'tidal, bu kitablarda hadisə müxtəlif formalarda gəlib ki, xanımın evinə hücum çəkilib, qapısı yandırılıb, xanıma işgəncə olunub. Hal-hazırda Əhl-i sünnə qardaşlarımızın ən mötəbər hesab etdiyi, adını səhih, düzgün qoyduğu Buxari və Müslimdə xanım Fatimə-i Zəhra salamullah aleyhanın birinci və ikinci xəlifə ilə yaman qaldığı, onları dindirmədiyi, onlarla danışmadığı da gəlmişdir. Və onlardan yaman qalıb dünyasını dəyişməyini açıq-aşıq kitabda qeyd olunmuşdur. Daha bundan artıq bizim mövzudan kənara çıxmağa fürsətimiz yoxdur. İstəyənlər bizim başqa mövzuda danışdıqlarımızı müraciət eləyə bilərlər. Amma sual bundan ibarətdir ki, Peyğəmbərin qızına kim cürət eləyərdi hücum çəksin? Əgər doğrudan bu hadisə baş veribsə, bunu bəzi vəhabi və sələfilər daha da bəziyirlər. Bəs Həzrət Əleyhisselam kimi qeyrətli kişi necə dözdü? Niyə sustu öz xanımının namusunun orada döyülməyinə? Biraz da qeyrət məsələsinə toxunurlar. Qeyrəti təhrik eləməklə istəyirlər ki, bu mövzuda belə ola bilməz. Həzrət Əli Əleyhisselam kimi bir kişi qeyrətindən öz namusu, xanımı Fatimə-i Zəhra salamullah aleyhanı döysünlər, o da durub tamaşa eləsin. Bu ola bilməz. Bunu deməklə hadisəni sol altına aparmış olurlar. Cavab. 1. Hadisə bir neçə dəfə təkrar olunub və onların arasında, hətta çox yerdə, bizim kitablarda, o cümlədən Əhl-i sünnə qardaşlarımızın Alusi adında bir tanıdığı alim var. Ruhul Məani kitabında deyir ki, İmam Əli əleyhissalam evinə hücum çəkənlərlə, xüsusən də ikinci xəlifə ilə əlbəyax oldu və onu hətta yerə çırpdı. Sonra bu cümləni deyirlər, tarixdə gəlib. Əgər Peyğəmbərin mənlə bağladığı əhd peyman olmasaydı, Peyğəmbər əhd peyman bağlayıb ki, səbirli olmalısan, İslama xatir. Sən mənim evimə ayaq basa bilməzdin. Deməli, heç də belə deyil ki, İmam Əli əleyhissalam durub tamaşa eləsin. İmam Əli əleyhissalam bacardığı qədər, Peyğəmbərin icazə verdiyi qədər öz xanımını, özünü, ailəsini, evini müdafiə eləyib, hətta əlbəyaxı olub dediyim kimi. Bu, bizim kitablarda, o cümlədən Əhl-i sünnə qardaşlarımızın kitablarında gəlmişdir. Bundan artıq daha imama icazə verilməyib ki, imam burada qarşı tərəfi öldürsün, qan töksün, məsələ daha da böyüsün, böyük bir dava dalaşa müsəlmanların arasında ixtilafa səbəb olsun. Nə üçün tam gücü ilə bunu eləməyib? Çünki buna icazə verilmirdi. Qısa, Peyğəmbər dünyasını dəyişib, Allahın salamı olsun ona və əhl-i beytinə. Daxildə problemlər var, daxili düşmənlər. Kimdir onlar? Münafiqlər. Maskalanmış, yalandan müsəlman olmuş, amma daxildən İslamı parsalamaq istəyən, onlardan biri kimdir? Tanıdığınız Muaviyyənin atası Əbu Süfyandır. Üzdə müsəlman olub, təsəvvür edin, Həzrət Əleyhisselama xəlifələrdən qabaq
birinci gəlib kömək təklif edir. Kimdir Əbu Süfyan? Peyğəmbərə, İslama qarşı Bədir döyüşü, Ühud döyüşü, Xəndək döyüşü, bütün bunların təşkilatçısı Əbu Süfyandır. Əbu Süfyan birbaşa gəlib İmam Əliyə təklif edir ki, əlini ver, beyət eləyim, qalxaq haqqını alaq. Təbəri öz tarix kitabında bunu qeyd edir. Amma İmam Əli əleyhissalam ona deyir ki, sənin niyyətin fitnədir. Fitnədən başqa, ayıq olasan. 2. İmanı zəif olan müsəlmanlar vardı. Onlar bu davadalaşdan sui-istifadə edib, hətta geriyə qayıdanlar, mürtədd olanlar, dinini dəyişənlər var idi. 3. Yalancı peyğəmbərlər çıxmışdı cəmiyyətdə, cəmaatı özünə tərəf çağırırdı. Təzə müsəlman olan bir cəmiyyəti aldadıb, İslamdan yalancı bir dinə, bizim əziz peyğəmbərimizin dinindən öz istədiyi peyğəmbərə tərəf çəkirdilər. Və xarici düşmənlər də vardı. Peyğəmbərin vəsiyyətinə əsasən 2 imperiya, Rum imperiyası, İran, Sasanilər. Bunlarla bağlı məsələ həll olmalı idi. Peyğəmbər özü ölüm yatağında olanda ordu yığmışdı. Üsama adlanan bir cavan müsəlmanı ordu başçısı təyin edilmişdi. Hara göndərmişdi qardaşlarım? Döyüşə. Özü də deyirdi, gedin döyüşə. Üsamənin qoşunundan geriyə qalanlara da lənət göndərmişdi ki, gedməlisiniz. Peyğəmbər Rum imperiyası ilə İranı təhlükə bilirdi İslama. İndi belə bir vəziyyətdə daxili düşmənlər, xarici düşmənlər, İmam Əli əleyhissalam İslamı qorumalı idi, yoxsa vəzifə üçün əlini Zülfüqar qılıncına götürüb qan tökməli idi. Lazım gəlsəydi xanımını müdafiə etməkdən ötürü İslamı sual altına aparmalı idi. Biz burada hələ İmam Əli əleyhissalama təşəkkür etməliyik. Xanım Fatimə Zəhra salamlayhanın qədrini bilməliyik ki, onlar özü döyülsə də, haqqı tapdalansa da, bu yolda imam özü və ailəsi işgəncələr görsə də İslama xatir, dinə xatir dözdülər. Başlarına müsibətlər gəldi, amma imam bu yolda İslama xatir dözdü. Necə ki, Peyğəmbər də ona demişdi, sən məndən sonra bəlalara mübtəla olacaqsan, fitnələr başınıza gələcək, sən səbr etməlisən. Hakim Əhl-i Sünnə alimidir. Nişapuri, Hakim Nişapuri, Əl-Mustadrak Əl-Səhihən kitabında 3-cü səhifə 140-da Zəhəbi də o hədisi səhih hesab edir, buyurur ki, Peyğəmbər İmam Əlidən əhd peyman almışdı ki, sən dözməlisən. İmam Əleyhissalama demiş ki, baş və müsibətlər gələcək. İmam bir sual vermişdi, dinim salamat olacaq, demişdi, bəli. Kənzulud dəqaiq, mənavi, Əhl-i Sünnə alimidir. Açıq-aşkar deyir ki, Peyğəmbər İmam Əliyə buyurdu ki, məndən sonra başına bəlalar gələcək, qətl eləmə, əlini qılınca aparma. İmam Əli də o əhd peymanın üstündə idi. Biz bu məsələni nəinki İmam Əlinin zəif nöqtəsi, hətta İmam Əlinin güclü bir nöqtəsi, bu mənfi cəhət deyil, müsbət cəhətdir ki, bizim imamımız, Peyğəmbərin qızı ona həyat yoldaşı xanım Fatimə Zəhra, İslama xatir, dinə xatir, haqqa xatir, Allahın dini bugün bizim əlimizə çatsın, dözüblər, səbr eləyiblər, bu yolda işgəncələrə məruz qalıblar. Bu açıq-aşkar görsənir. Qeyrət söhbətini ortaya atanlar. İmam Əli haradaydı nauzubillah deyib, həyat yoldaşı döyüləndə bu sualı verənlər sualımıza cavab versinlər. Məgər İslamda Allahın dinini müdafiə etməkdən ötürü, Allahın əmrini müdafiə etməkdən ötürü qadın mübarizəyə qalxa bilməz. Xüsusən kişilər namərdlik eləyəndə, haqqı tapdalana da susanda, göz yumanda, bu zaman qadın meydana girirsə, haqqı müdafiə edirsə, biz orada o qadının həyat yoldaşını, qeyrətini sual altına aparmamalıyıq. O bir kişilər ki, susublar, hətta o zalimlara dəstək veriblər, biz onların qeyrətini sual altına aparmalıyıq ki, Peyğəmbərin qızı namusu Fatimə Zəhra salamullah əleyha döyüləndə siz hardaydınız? Nə üçün sahabələr sustu? Evə hücum çəkənləri bildi. Bəli, necə ki, xanım Fatimə Zəhra salamullah əleyha da ümmətin bir xanımıdır. Hətta ümmətin xanımlarının ən üstünüdür. Mənim sənin vəzifən var, haqqı müdafiə edəsən, xanım Fatimə Zəhra salamullah əleyhanın da bir vəzifəsi var ki, Allahın əmri ilə, Peyğəmbərin canişini təyin olunan Həzrəti Əli əleyhissalamın haqqını müdafiə etməlidir. Bu yolda döyülsə də, şəhid olsa da. İndi deyin görək, xanım Fatimə Zəhra salamullah əleyhanı öz ərini, üzr istəyirəm ifadəmə görə, həyat yoldaşını vəzifəyə görə, kresloya görə müdafiə eləyən düşünürsünüzsə, siz Fatimə Zəhraya böhtan atırsınız, onun məqamını kiçildirsiniz. Yox, əgər siz də xanım Fatimə Zəhranı öz vəzifəsini yerinə yetirən, imamını müdafiə edən, məzlumu müdafiə edən bir xanım kimi, Peyğəmbərin ən əziz qızı, haqqında Quran ayələri nazil olan, haqqı müdafiə edən bir xanım kimi
ən azından zülmə qarşı çıxan bir qadındır. Biz ona təşəkkür eləməliyik ki, kişilər susanda sən sinəni qabağa vermisən. Peyğəmbərdən sonra yeganə yadigar qalan Quranın təriflədiyi Əhl-i Beytdən olsan da bu yolda qanın tökülüb. Biz ona təşəkkür eləməliyik. Nəinki qeyrət söhbətini ortaya atıb sualı verməliyik. Əslində, həqiqətən də biz o beyəti sındıran, Allahın əmrinə qarşı çıxan, qədirxumu unudanları, beyəti sındıranları danlamalıyıq ki, siz niyə İmam Əlini tək qoydunuz? Biz yapışmışıq, nauzubillahu bəziləri. Niyə deyir İmam Əli öz həyat yoldaşını müdafiə eləmədi? Halbuki elədi, amma haracan dedim. Oracan ki, icazə verilmişdi. İndi siz deyin, haqqı müdafiə eləməkdə qadınla kişinin İslamda fərqi var. Məgər demirik ki, İslamda Peyğəmbərdən ilk şəhid qadın və kişi, Əmmarın anası Süməyyədir. Süməyyə niyə şəhid oldu? Peyğəmbər deyir ki, sən qadınsan, qal qırağa, hələ müsəlman olma. Şəhidliyi qəbul edir Peyğəmbər, onu təriflədi. İslamda ilk şəhid qadındır. O cümlədən də baxırıq Ühüd döyüşünə. Ühüd döyüşündə Quran-Kərimdə ayə var. Peyğəmbəri tək qoydular. Qaçdılar. Bugün bəziləri tərəfindən təriflənən sahabələr qaçdılar. Peyğəmbər tək qaldı bir neçə kişi ilə. Həzrət Əli Zübeyr adı çəkilib. Orada bir qadın qalıb, Nəsibə xanım. Hətta qaçan kişiyə Peyğəmbər deyib ki, qaçırsan, qılıncına at bu qadın götürsün, vuruşsun. Peyğəmbər o qadını tərifləyib, deyib ki, o qadın çox kişilərdən qeyrətlidir. İndi Peyğəmbər, deyir, Peyğəmbər sənə döyürlə, bu qadını niyə qabağa vermirsən? Salamullah. Belə deyə bilərik. Qadın kişi İslamda Peyğəmbəri, imamı, haqqı, Allahın əmrini müdafiə etməkdə heç bir fərqi yoxdur. Necə bugün kişilərə sual veririk, qadınlara da sual verərdik ki, niyə imamı müdafiə etmədiniz? Bugün necə bir sual veririk, Fələstində olanları müdafiə eləyəndə qadınlar da müdafiə etməlidir, müsəlman bacı qardaşlarımızı, kişilər də müdafiə etməlidir. Bəzi tarixlərə baxırıq ki, xanım Fatimə-i Zəhra salamullah özü qapının ağzında əyləşmişdi. Gördü ki, Ömər, ikinci xəlifə və digər sahabələr onun evinə tərəf gəlirlər. Xanım Fatimə-i Zəhra salamullah onları görən kimi evə daxil oldu, qapını onların üzünə bağladı. Onlar qapını açılmağını tələb elədilər və qulaq asmayanda qapını sındırdılar, qapıya təpi vurdular, zorla evə daxil oldular və İmam Əli əleyhisselamı da zorla apardılar. Təfsir-i Əyyaşi, o cümlədən Biharul Ənvar və digər kitablarda bu gəlmişdir. Deməli, kimsə tarixdə gizlədirsə, onda o gizlətdiyi mövzu haqqında sual ortaya qoya bilər. Amma araşdıranda görürük ki, xanım Fatimə-i Zəhra salamullah girib qapını bağlayıb. Onlar zorla evə giriblər. Heç də belə deyildi ki, xanım qapıya gəlib. Xanım evdə qapıya gəlməyi özü baş verməyib. Qapıda əyləşmişdi. Gördü, gəlirlər, girdi, qapını bağladı. İndi onlarda ədəb olmalıdır. Onlarda müsəlmançılığın, Qur'an-ı Kərimə tabi olmağın nişanəsi olmalıdır ki, Qur'an-ı Kərimdə Allah Teala Nur surəsində 27-ci ayədə buyurur ki, ey iman gətirənlər, la tadxulu buyutan gayrə buyutikum hatta tastənisu. Ey iman gətirənlər, öz evinizdən başqa evlərə icazə almadan daxil olmayın. Bu Qur'an-ı Kərimin ayəsidir. Evə girəndə icazə almalısan. Hətta ayənin ardında buyurur ki, əgər sizə desələr qayıdın, qayıtmalısan. İcazə verilməsə evə daxil olmağa, Qur'anın əmri budur, qayıtmalısan. İndi biz xanım Fatimə-i Zəhra salamullah əleyhaya, İmam Əli əleyhisselama bu sualı verməyə əvəzinə, bu işi görənlərə bu sualı verməliyik ki, əgər gördünüz, qadın qapıda əyləşmişdi, sizi gördü, daxil oldu evə, qapını bağladı, qapını üzünüzə açmadı, siz Qur'an-ı Kərimə əsasən Nur surəsində icazə almalıydınız, qapını döyüb icazə alıb girməliydiniz. Əgər sizə qayıt desəydilər, siz qayıtmalıydınız. Amma onlar bu Quran ayəsinin əksinə olaraq hələ nəinki qayıtmadılar, qapını da sındırdılar və o cinayətləri elədilər. Bizim dinimizdə bəzən insan məcbur olub, haqqı layiqincə müdafiə edə bilmədiyini öyrə, sussa bilər, məcburiyyətdən əlindən gəlmir, əli bağlıdır. Bundan artıq bacarmır. Belə yerlər var, bəli, tarixə baxırıq. Baxın tarixə. Peyğəmbər, Allahın salamı olsun ona və əhl-i beytinə görün, həyat yoldaşı Ayşəyə nə deyir? Qulaq asın. Cümləyə bax. Əgər təzə müsəlman olanlardan qorxmasaydım, Kəbəni dağıdıb, yenidən tikərdim, ona 2 qapı qoyardım.
Əhməd ibn Həmbəl, Əhl-i Sünnə alimidir. 6-cı cild səhifə 176-da bunu nəql eləyib. Peyğəmbər niyə Kəbəni dağıdıb 2 qapı qoymadı? Özü deyir Ayşəyə, təzə müsəlman olanlardan qorxmasaydım. Elə şey var ki, Peyğəmbər kimi şəxsiyyət, Allahın salamı olsun ona və əhl-i beytinə, qorxur, nazibillah, qeyrətsizdir, xeyr, məcbur olur onu eləməsin. Çünki cəmiyyət hələ buna hazır deyil. İnsanların çoxunun zərfiyyəti, tutumu yoxdur. Bəzən Peyğəmbər də bəzi şeyləri məcburiyyətdən eləyə bilmir. Peyğəmbər kimdən qorxurdu? Gücü çatmırdı. Niyə? Cəmiyyətdə çox şeylər var ki, bugün də biz bunu görürük. Allahın dini o qədər əzizdir, o qədər hörmətlidir ki, bir insan bu yolda ailəsindən belə keçməyi bacarmalıdır. Bu yolda ailəsi də əziyyət çəksə, məcbur qalıb susmalıdır. Necə? 1. Quran-ı Kərimdə ayə var. Nur surəsi 11-ci ayə. Peyğəmbərimizin həyat yoldaşı Ayşə xanım yaxud da Mariya xanımların hansı olmağında tarixdə ixtilaf var. Karvandan geriyə qaldı. Elə bildilər ki, o dəvədə kəcavədə əyləşmişdir. Dəvəni hərəkət elətdirdilər. Sən demə Ayşə başqa bir işin ardıca gedinmiş. Ayşə xanım yaxud da Mariya xanım qaydanda gördü ki, dəstə gedib, tək qalıb. Tək gələndə bir kişiyə rast gəldi. O da geriyə qalmışdı. O kişi ilə bir yerdə Ayşə, tək qadın, tək kişi yolda gəldi. Müsəlmanlar axırda gördülər ki, Ayşə yoxdur aramızda, yaxud da Mariya xanım. Gördülər Ayşə xanım tək bir naməhrəm kişi ilə gəlir. Quran deyir, münafiqlər, bəzi imanı zəif olanlar Peyğəmbərin namusu haqqında, həyat yoldaşı haqqında pis sözlər dedilər. Quran ayəsidir. Peyğəmbər neynədir? Bizim əqidəmiz budur, Peyğəmbər Həzrət Əldən də qeyrətli və güclüdür. Əlin qılınca götürüb öz namusu haqqında danışanları cəzalandırdı. Ayə nazil oldu, onları danladı, onları bədgümanlıqdan, suizəndən çəkindirdi. Amma Peyğəmbər niyə onları öldürmədi? Peyğəmbərin qeyrətini sual altına aparırsınız. İkinci bir hadisə, Əhzab surəsi 53-cü ayə. Bildiyiniz kimi Peyğəmbərimizin həyat yoldaşları Peyğəmbərdən sonra ərə getməyə haqları yoxdur. Quran-ı Kərimdə ayədir. Allah Teala bir açıq-aşkar ayədə buyurur ki, sizin Peyğəmbərə əziyyət etməyə haqqınız yoxdur. Və la tənkihu əzvacehu min ba'dihi əbəda. Peyğəmbərin həyat yoldaşı ilə öləndən sonra heç vaxt evlənməyə haqqınız yoxdur. Bilirsiniz bu ayə kimin haqqında nazil olub? Qeyrətsiz, utanmaz bəzi sahabələr Peyğəmbər sağ ola-ola Peyğəmbərin arvadları həyat yoldaşı haqqında bilirsiniz nə danışırdılar? Deyirlər qoy Peyğəmbər ölsün, onun arvadlarını da alarıq. Bir kişi sağ ikən onun həyat yoldaşı haqqında bu sözləri deyənlər barəsində nə addım atar? Peyğəmbər həmin kişiləri, həmin sahabələri öldürdümü? Xeyr. Onda siz Peyğəmbərin də nauzubillah bəlkə qeyrətini sual altına aparırsınız. Buna cavabınız nədir? İndi deyin görüm. Bir kişinin həyat yoldaşının qapısını yandırıb döymək çox ağırdır, yoxsa kişi sağ ikən onun həyat yoldaşını evlənmək barəsində deyilən söz kişini çox narahat edir. Peyğəmbər nə etməli idi? İslamın və bəzi məsləhətləri nəzərə alıb həmin adamları cəzalandırmadı. Quran-ı Kərimdə Lut Peyğəmbərin hadisəsindən danışaq. Lut Peyğəmbərin evinə hücum çəkdilər. Onun qonaqlarını üzr istəyirəm, zorla ki, mələklər idi, alıb onlarla çirkin iş görmək istədilər. Lut Peyğəmbər neynədir yazıq? Hətta məcbur qaldı, gücü olmadığına görə, qonağın hörməti var deyə, Allah qonağına toxunmaq olmaz deyə, öz qızlarını onlara həyat yoldaşı kimi təklif elədi. Məsləhət bir ki, qızlarımla evlənin, halal, amma qonaqlarıma toxunmayın, tərbiyəsizlik eləməyin. Bəzən Peyğəmbər də əl bağlı olur, məcbur qalır. O da Lut Peyğəmbər əleyhissalam ayədə nə dedi? Kaş gücüm olaydı. Güc olmayanda, müsəlmanlar imamı müdafiə eləməyəndə, Lut Peyğəmbərin başına gələn hadisələr o cümlədən də bizim İmam Əlinin başına gəlir. Yaxşı, Peyğəmbərin özündən əlavə, daha sahabələrdən var, bəli. Bilirsiniz, 3-cü xəlifə Osmanı öldürüblər. Evinə hücum çəkiblər. Düzdür, İmam Əli İslam bunun tərəfdarı olmayıb. Özü onun haqqı müdafiə edib. Amma bugün təriflədiyi, bəzilərin təriflədiyi sahabələr evini mühasirəyə alıblar. Suyun kəsiblər, evinə hücum çəkiblər. Osmanın üzr istəyirəm, həyat yoldaşını orada hörmətsizlik ediblər. Mən onları burada deməyə utanıram. Tərbiyəsizlik ediblər. Amma bilirsiniz, əhl-i sünnə qardaşlarımız nə yazır? Deyir ki, Osman həmin vaxtı dözdü, səbirli oldu. Niyə? Çünki Peyğəmbər ona demişdi ki, səbirli olacaqsan.
Osman dözəndə qeyrətli olur. Nauzubillah, İmam Əliyə çatanda bəs başqa sözlər deyirsiniz, utanmırsınız. Təbəri öz tarix kitabında, İbn Əsir özünün tarix kitabında, İbn Kəsir də Əl-Bidayə və Nihayə tarix kitabında deyir ki, Osmanın hətta həyat yoldaşı özün atdı qabağa, onun barmağını kəsdilər və başqa orada hadisələr baş verdi ki, mən də bunları demirəm. Peyğəmbər də ona demişdi, Osman səbirli olasan. Harada yazılıb? Tirmizi, 3711-ci hədis və Sünən-i Macə hədislər kim istəsin müraciət edə bilər. Yaxşı. Peyğəmbər də sağlığında bəzən imkanı olmayıb. Süməyyə şəhid olanda Peyğəmbər onun yanından keçirdi, salamun aleyha. Və Peyğəmbər ora kömək eləyə bilmədi. Ona qayıtdı ki, səbirli ol, sizi behişlə müjdələyirəm. Peyğəmbər indi qeyrətini su altına apararsınız. Başqa bir cavab. İmam Əli əleyhissalamı tanıyanlar bilir ki, bu kişi bütün müsəlmanların, əhl-i sünnə qardaşlarımızın və şiələrin dediyinə əsasən Əsədullah, Allahın aslanı ləqəbini Allah tərəfindən ona veriblər. 2. Ühüd döyüşündə, qılıncı sınamda Sünni şiə yazır ki, Allah Teala ona Zülfüqar qılıncı göndərib. Heç bir döyüşdə qaçmayıb. Pəhləvanların, Əmr ibn Əbdəvidin, Mərhəbin, Harisin, Ərəbin ən böyük pəhləvanlarını belli yerə vurub. İndi belə bir qeyrətli kişi, güclü bir kişi, bir yerdə ki gücü var, görürük, səbirlidirsə, biz onu su altına aparmalıyıq, yoxsa nəsə deməliyik ki, burada bir hikmət var, burada nəsə var. Bir kişini tanıyırıq, çox qeyrətli kişidir. Heç vaxt, heç kəsin qabağından geriyə addım atmayıb, sınmayıb. Amma bir yer var, onu təhqir edirlər, dözür, səbirli olur. Biz bu zaman onu su altına aparmalıyıq, yoxsa deməli ki, o kişi bugün dözürsə, deməli nəsə var. Əsl şücaət, əsl güc, cəsarət, ağılla gücün harada istifadə olunması təyin etməkdir, tədbirli olmaqdır. Harada gəldi qılıncı çıxardıb, vurmaq, asmaq, kəsmək, şücaətli adama deməzlər. İnsan gərək ağılla, tədbirlə, qolun gücü, ağılın gücü ilə bir yerdə işləməlidir. Bugün dinin qorunmasının bir səbəbi də imamın həmin vaxtı susmasıdır. İslamı qorumasıdır. Son. Sual verə bilərsiniz. Yaxşı. İmam Əli əleyhissalam beyyət eləmirdi. Amma onlara qarşı çıxmışdı. İmam Əli onların evinə hücum çəkmişdi. Xəlifələri öldürmək istəyirdi. Beyyət eləmirdi. Bəs nə üçün onlar beyyət eləməsə də imam evinə hücum çəkdilər? Tarixdə bunu araşdırıblar. İmam Əli beyyət eləmir. Onların hakimiyyətini qəbul eləmir. Amma İmam Əli onlara qarşı qılın çəkməmişdi ki, evində əyləşmişdi də. Bəs nə üçün imamın evinə hücum çəkdilər? Aha, qulaq asın. Onlar İmam Əli əleyhissalamın evinə hücum çəkməklə imamı da vadar eləmək istəyirdilər ki, imam da qılıncı əl atsın və orada qanlar tökülsün. İmam Əli kimi böyük bir şəxsiyyət ki, cəmaət hamısı 100 mindən çox Qədirxumda ona beyyət eləmişdir. İnsanlarda sual yaranırdı. Tarixdə indi də bu sual qalıb ki, niyə belə oldu? İmam Əli əleyhissalam özü və həyat yoldaşı orada öldürülsün, sonra ad qoysunlar ki, gördünüz, hakimiyyətə görə qan tökdü, öz həyat yoldaşını da verdi, bu yolda öldürtdürdü və qanlar töküldü, hakimiyyətə qarşı çıxdı. Biz də məcbur qaldıq, onu neyək? Öldürək. Bugün biz daha bu sözləri deyə bilməzdik. Bugün Fatimə-i Zəhra salamun aleyhanın Həzrət Rəsulullah haqq olduğunu bəyan etmək olmazdı. Cəmiyyəti çaşdırarlar ki, onlar elədi. Bu qanlara səbəb kim oldu? Elə özləri oldu. Bu ona görə İmam Əli səbirlədi ki, qoy, bugün tarixdə həqiqətlərin üstü açılsın, gizli qalmasın. Necə ki, Peyğəmbər buyurmuşdu, məndən sonra Əmmarı təcavüzkar bir dəstə öldürəcək. Səhih Buxarıda bu hədis var. Əmmar Siffin döyüşündə İmam Əli əleyhissalam tərəfindən vuruşanda, şəhid olanda Muaviyyənin qoşununda insanlar ayıldı ki, bunu öldürən kimdir? Muaviyyənin qoşunudur. Deməli, təcavüzkardır. Amma tez düşmən nə dedi? Onu Əli əleyhissalam gətirməsəydi, o bu döyüşdə öldürülməzdi. Cavab da verildi ki, Həmzəni də döyüşə əleyhissalam kim aparmışdı? Peyğəmbər aparmışdı. Onda o da nauzubillah səhv eləyib. Bu nə cavabıdır? İnsanları bəzən azdırmaq üçün cinayətkarlar üzündən pərdə asıb deyirlər ki, əgər gətirməsəydi Əmmarı Əli əleyhissalam, o burada öldürülməzdi. Bugün də deyərdilər ki, xanım Fatimə-i Zəhra salamlı aleyha, əgər Əli əleyhissalam onlarla vuruşmasaydı, onlar öldürülməzdi. Xilafətdə dava düşməzdi. Bugün amma bunu deyə bilmirlər. Onlar o işi qurmuşdular ki, Əhl-i Beytin nurunu söndürsünlər. İmamətə son qoysunlar. Rahat hakimiyyət sürsünlər. Ona görə də
Bacarmadılar. Allahın rəhməti ilə, Əhl-i Beytin ayıqlığı ilə, İmam Əli Fatimə-i Zəhra əleyhissalam çəkdiyi zəhmətlərlə həm İslam qorundu, həm də Peyğəmbərdən sonra haqq olan canişin Əhl-i Beytin yolu davam elədi. Son. Deyirlər, bəs bu qədər sahabələr niyə sustu? Qədir-Xumu görmüşdülərsə, Peyğəmbərin qızını döyürdülərsə, Allahın salamı olsun içinə də. Niyə bunlar sustu? Heç də təəccüblü deyil. Peyğəmbəri görmək, Allahın salamı olsun ona və Əhl-i Beytinə, o demək deyil ki, o insan daha hər şeyə haqqı dillənəcək. Məgər Quran-Kərimdə oxumursunuz ki, Peyğəmbəri görmək nədir? Görmüşdülər. Cümə namazında Peyğəmbərlə cümə namazı, cümə, ən üstün namaz. Cümə namazı qıla-qıla, Peyğəmbər ayaq üstə Allahın rəhməti, Quran deyir, Ənbiya surəsi, aləmlərə rəhmət Peyğəmbəri ayaq üstə cümə namazında cümə xütbəsi söyləyir, alıver ticarət karvanı girdi, çağırdı. İnsanlar Peyğəmbəri cümə namazında, Allaha olan ibadətdə, ayaq üstə xütbədə qoyub, alıver ticarət dalıca getdilər. Məgər demirsiniz, belə müsəlmanlar olublar? Açın, baxın, Əhl-i Sünnə qardaşlarımızın kitabında var ki, cümə namazı boşaldı, neçə nəfər qaldı. Əgər onlar da getsəydi, bəla nazil olacaqdı. Kişi ayaq üstə Peyğəmbər qalıb, siz gedirsiniz ticarətə. Cümə namazı xütbəni tərk edirsiniz. Məgər müsəlmanlar hamısı süddən ağ tərtəmiz olublar? Məgər demirsiniz ki, Musa Peyğəmbər əleyhissalam Bəni İsraili Fironun zülmündən qutardı. Onları möcüzə ilə əsasını suya vurmaqla dəryanın ortasından keçirtdi möcüzə. Ac olanda onlara göydən yemək gətirdi. Sonra dedi, gözləyin gedim Tur dağına. Allah Taala mənə Tövratı versin, onunla münacat eləyim, qaydıram. Musa Peyğəmbər gedib qaydana qədər bir neçə nəfəri çıxmaq şərti ilə hamısı qardaşı Harun Peyğəmbərə küfr elədilər, bütü qoyub buzovu düzəltdilər, buzovun qabağında əyilib müşrik və kafir oldular. Məgər onlar Peyğəmbər görməmişdi, iki Peyğəmbər görmüşdü, həm Musanı, həm Harunu. Möcüzə görmüşdülər ki, dərya aralanır, su çəkilir, insanlar keçir, Firon qərq olub. Bunu görə insanlar Peyğəmbərin sözünə əməl eləmədilər. Qorxaqlıq, dünya və başqa bəhanələr insanları Peyğəmbərin sözünə əməl etməməyə, qızını tək qoymağa səbəb oldu. Deməli, cavab budur. Biz bu məsələdə hələ Əhl-i Beyti təşəkkür eləməliyik ki, zəhmət çəkdilər. Tək qalsalar da İslamı dini qorudular, qılıncı əl atmadılar. Qeyrət, şücaət də elə odur. Bugün din bizim əlimizə çatıb, onlara biz təşəkkür etməliyik. Köməyə gəlməyən, bu hadisəni törədəndə Əhl-i Beyti tək qoyanlar da qınamalıyıq ki, siz nə üçün həmin gün Peyğəmbər və onun Əhl-i Beytini tək qoydunuz?